Deməli, həm binalarda, həm də fərdi evlərdə kürsü hissənin izolyasiyasına nə qədər ehtiyac var? Məsələn, bu zaman hansı növ izolyasiya, hansı materiallardan istifadə etsək daha yaxşıdır? Kürsülü evlərdən danışırsınız. Bəli. Kürsülü evlər əsasən kəmər tipli beton, belə deyək, bünövrəsi kəmər tipli olan beton konstruksiyadan olduğuna görə, həmən o kəmərin üstü, üzərisi, belə deyək, kəmərin üst hissəsi, üzərinə hansı ki hörgülər gedəcəkdir daşlarla, həmən hissə hidroizolyasiya olunmalıdır. Bu bir. İkincisi, artıq tikili baş verəndən sonra tikili qalxıb və kürsü, deyək ki, 5 daş, 4 daş, 6 daşın üstündə ev tikilməyə başlayır. Yəni, yaşayış 6 daşdan sonra başlayır. Həmən o, belə deyək, yaşayış yerinin altı mütləq ki, istidən, soyuqdan qorunmalıdır. Yəni izolyasiyası olunmalıdır. Ondan əlavə o belə deyək, altında boşluq var. Həmən boşluq torpaqla elə bil beton arası və yaxud da ki taxta konstruksiya arası olduğuna görə həmən o torpağa da zərərvericilərə qarşı bir nəsə o da izolyasiya kimi qeyd eləmək olar bunu. Yəni o deməli torpağın üstü olmalıdır. Betondan torpağın arası. Beton torpağın özünün üstü izolyasiya olunmalıdır ki, zərərvericilər gələcəkdə qarşı olsun, cürbəcür, böcək. Yəni evin daxilinə daxil olmasın, amma eyni zamanda yəni həmən mərtəbənin alt hissəsi istidən, soyuqdan izolyasiya olunmalıdır. Bu dəqiqə fərdi evlərin çoxlarında bu var, yoxsa yox sizin müşahidənizə görə? Yoxdur. Bu çox xərc aparır ona görə, yoxsa? Məncə çox xərc apardığına görə bir bu ola bilər. İkincisi, belə deyək, evləri tikənlərin çoxusu, hansı ki prorab deyirik, o prorabların çoxusu bu şeylərdən ya xəbərləri yoxdur, ya da anlamırlar bu məsələni. Üçüncüsü də ki, tikdirən adam özü, yəni sifarişi özü, ona anladan yoxdur sadəcə olaraq. O bilsə bunu gələcək. Məncə dərinliyə varmırlar da.